Uşaqlar, baxıram suala. Deyir ki, what impact? Uşaqlar, what impact burada hazır sual əvəzi kimidir. Başa düşdükmü? Nədir? Hazır sual əvəzi kimidir. Və mən burada mütləq köməkçi feil istəyirəm. Strateji təkdə olduğuna görə belə olmalıydı. What impact does this new strategy have? Başa düşdük? Və yaxud da ki, what impact had veribsə, did the new strategy have olmalıydı. Başa düşdük? Ardıcılıq nətərdir burada? Sual əvəzi. Bax, what impact'i bərabər götür. What'dan sonra uşaqlar, bax, what hansı funksiyada, bayaqları dedim ki, what cümlədə hansı mənasında istifadə olunanda isim gələ bilir. What üstəgəl mübtədə, üstəgəl köməkçi feil. Hansı mənasındadır? Which funksiyasındadır. Başa düşdük? Bu zaman götürürsən. Gedirəm uşaqlar, what impact did the new strategy have? B variantı doğrudur. Bax, what hansı, üstəgəl mübtədə, üstəgəl köməkçi feil, üstəgəl mübtədə, üstəgəl əsas feil. Yaxşımı? Oradakı qeyd bundan ibarətdir. Have, has və had. Uşaqlar, bunun sualı və inkarı do, does və didlə düzəlir. Hər kəs qeyd aparsın, xahiş edirəm uşaqlar. Sonra gəlib mən demək ki, mən onu bilmədim, başa düşmədim, belə oldu, elə oldu. Çətin mövzudur, mən demirəm asan mövzudur. Amma qeyd aparmalısın. İndi C variantı niyə görə səhvdir? Deyir ki, what impact new strategy təkdədir uşaqlar. Does have olmalıydı. Başa düşdük? Ola bilmir. What impact has'in sualı inkarı does'la verilməlidir. Has'lə verilə bilməz. Sildim. What impact does the new strategy has? Has bu zaman have-ə çevrilməlidir. Does'dan sonra has gələ bilməz. Başa düşdük? Davam edirəm. Mən bayaqları izah edəndə dedim ki, why-dan sonra mütləq köməkçi feil gəlməlidir. Lakin does-dan sonra has dərhal düşər. Sildim. Why-dan sonra mütləq köməkçi feil gəlməlidir, verməyibdir. Does-dan sonra has dərhal düşər. Sildim. Uşaqlar, why-dan sonra köməkçi feil gəlməlidir. Have-i tutalım ki, veribdir. Amma have to ifadəsinin sualı inkarı bu does-dan düzəlir. Qeyd elə. Cümlədə have to. Biz bunu modal feildə də keçmişik, amma indi də deyirəm. Has to və had to gördünsə. Bu zaman sualı və inkarı do, does və didlə ver. G variantında uşaqlar deyir ki, why does she have to justify her decision? Yəni, niyə görə o öz qərarına bəraət qazandırmalıdır? Ardıcılığa bax, sual əvəzi, köməkçi feil, mübtəda və əsas feil. Başa düşdük? Tam bu ardıcıllıqda da why gedir, where gedir, how gedir, how long gedir, how often gedir, whom gedir. Bayaq qeyd elədiyim sual əvəzlikləri tam bu ardıcıllıqda gedir. Davam edirəm uşaqlar. Bayaqlara dedim ki, who'ya diqqətli ol. Çünki who həm tamamlıq olar, həm də mübtədə olar. İndi burada deyir ki, who deyil. Who'dan sonra ümumiyyətlə mübtədə gələ bilməz. İsimdə dolayısıyla gələ bilməz. Who özü zaten mübtədədir. İkinci mübtədə istəməz. Who'dan sonra dərhal ya əsas feil gələr, ya da köməkçi feil. İndi uşaqlar deyir ki, who have they a debate with? Mən bayaqları dedim ki, əlhəmdülillah, have has'in sualı inkarı do diddiasdan düzəlir. Düzdür quzum? Ona görə dərhal B variantını silərəm. Uşaqlar diddən sonra had dərhal düşər. Silərəm. Who did they have a debate with? Deyir ki, onlar müzakirəni kim ilə apardılar? Cümlə birbaşa uşaqlar vizə görə mənə deyir ki, tamamlıqdadır. Did rahatlıqla gələr. Diddən sonra da had have çevrilibdir. D variantı doğrudur. Who do they had? Təbii ki, do had ifadəsi tamamilə yanlış bir ifadədir. Do-dan sonra had gələ bilməz. Başa düşdük? Do-dan sonra has da gələ bilməz. Do-dan sonra yalnızca have gələ bilər. Beni olmadı. Beni olmadı. Çünki have has'in sualı inkarı do-does'dan düzəlir. Davam edirəm uşaqlar. Uşaqlar, mən bayaqları dedim ki, what kind of, which, how many, how much,
whose və bir də ki, what-da əgər hansı funksiyasındadsa. Onlardan sonra dedim ki, birbaşa isim gələr, sonra köməkçi feil, sonra təzədəndən isim ardıcıllığına get. Düzdür? Deyir ki, what kind of insight do you have? Təbii ki, ola bilməz ümumiyyətlə uşaqlar. Do-dan sonra bayaq dedim ki, has gələ bilməz. What kind of, üstəgəl isim gəlibdir, insight. Köməkçi feilim yoxdur uşaqlar, dərhal silərəm. What kind of insight? Have has'in sualı inkarı dudasından verilir, sildim. What kind of insight do you have? Tamamilə doğrudur, B variantı. Bax uşaqlar, what kind of, üstəgəl mübtədə, üstəgəl köməkçi feil, üstəgəl mübtədə, üstəgəl əsas feil. Bayaq dediyim ardıcıllıq burada özünü göstərdi. Başa düşdük? Aha, burada da Y variantı niyə görə səhvdir uşaqlar? What insight ola bilər, amma diddən sonra, bəli, hədin ardıcıllığı tamamilə yanlışdır. Davam edirəm. Why do professional? Uşaqlar, do-dan sonra dedim ki, has heç bir təqdirdə gələ bilməz. Sildim. Have to-nun sualı inkarı yalnızca do iddiasından düzəlir. Sildim. Why does professionals have to reflect on their actions? Have to verib də yenə. Uşaqlar, professionals cəmdədir. Başa düşək, deyir ki, professionalsı burada yəni professionallar demək istəyir. Yəni mütəxəssislər demək istəyir. Nə olmalı idi əvəzində? Do olmalı idi. Sildim. Uşaqlar, burada have to-nu gətiriblər, sualını have-ilə veriblər. Dərhal sildim. Amma Y variantı doğrudur. Bax, why, üstəgəl köməkçi feil, üstəgəl mübtədam cəmdədirsə do veribdir zaten. Əsas feildə bax have to-dur ki, ardıcıllıq yerindədir. Why do professionals have to reflect on their actions? Başa düşdük? Gedirəm növbətiyə. Uşaqlar, what access do the team has to external resources? Təbii ki, team veribsə uşaqlar, does the team olmalı idi və doğrudurmu? Dərhal silərəm. What access does the team have to external resources? Uşaqlar, B variantının ardıcıllığı doğrudur. Bax, what hansı funksiyasındadır? Üstə gəlin. Giriş mənasındadır. Access nədir? Dostluq varadə deyə giriş. Köməkçi feil, isim təzədən əsas feil ardıcıllığı özünü göstəribdir. Çünki buradakı what which-in ardıcıllığıdır. Which-in sinonim funksiyasındadır. Yəni hansı giriş? Başa düşdük? İndi biz burada has görmüşük. Təbii ki, do-das verməlisən. Köməkçi feilin yoxdur, dərhal siləcəksən. Does-dan da sonra has gələ bilməz, dərhal siləcəksən. Davam edirəm 7-yə. Uşaqlar, when does they, Z ilə does təbii ki gəlməz. Burada təbii ki sən zamana da fikir verməlisən, maksimum dərəcədə diqqətli olmasın. Çünki sən bilirsən ki does yalnızca possible-dır nə üçün? He, she, it üçün. Doğrudur uşaqlar. Yəni Z-yə gedəndə əlbəttə ki buya çevriləcək də. When-dən sonra uşaqlar dərhal köməkçi feil gəlməlidir. Sildim. When do they have to implement the new policies? Bəli, deyir ki, onlar uşaqlar yeni siyasəti nə vaxt həyata keçirməlidirlər? C variantında doğrudur. When, sual əvəzi üstəgəl köməkçi feil, üstəgəl mübtəda. Burada bir dənə bu ardıcıllığı bilsən tam sənə bəsdir. Uşaqlar, when-dən sonra bayaqları dedim ki, burada have to mənasındadır, do-das gəlməlidir, sildim. Do-dan da sonra has gələ bilməz heç bir təqdirdə, dərhal sildim. Gedirəm, ona qədər mən izah edəcəm, sonra isə bir qrup siz gedirsiniz. Qoy, mən gedim ona qədər sonra. Uşaqlar, 8-ə baxın. What, burada yenə uşaqlar hansı funksiyasındadır? Deyir ki, what consequences have görmüşəm, do they have olmalıdır, sildim. What consequences did they have to? Uşaqlar, bu consequence hansı consequence? Axırıncı dəfə imtihana düşəndir, sınağa düşəndir. Orada circumstance idi. Aha, what consequences did they have to face? Bəli, uşaqlar, nəticələr deməkdə deyir ki, onlar hansı nəticələrlə üzləşməli oldular. Tamamilə doğrudur. What, üstəgəl hansı mənasındadır? Üstəgəl mübtəda, üstəgəl köməkçi feil, üstəgəl mübtəda, üstəgəl əsas feil ardıcılığı yerindədir. İndi diddən sonra has ardıcılığı yanlışdır, sildim. What consequences, uşaqlar, did they have olmalıdır, dərhal sildim. What consequences diddən də sonra had gələ bilməz, dərhal silirəm. Gedirəm 9-a. Gedirəm 14-ə uşaqlar, qalxıram yuxarı. Where görmüşəm və bayaqları where-ni izah eləyəndə dedim ki, mütləq köməkçi feil gəlməlidir. Where və have hasında sual inkarı do iddiasından düzəlir axı, doğrudurmu? Where do they have breakfast? Onlar deyir, harda qəbul edirlər. Where-dən sonra dərhal köməkçi feil gələr, sildim. Z ilə does ola bilməz, sildim. Do they have the variantı doğrudur. Do they has olmaz, yanlış, sildim.
13-ü də deyirəm, sonra siz davam edirsiniz uşaqlar. What books do your brother olmaz təbii ki. Mənim brazım üçün şəxsin təkidir. Does your brother have olmalıydı. What books does your brother have B variantı doğrudur. What books have has-in sualı inkarı, do does-dan düzəlir, sildim. What books does your brother does-dan sonra has düşər, dərhal sildim. What books-dan sonra uşaqlar köməkçi feil gələcəkdi, dərhal sildim. Yanlış. Başa düşdü yaradıcılıqları. Defidən. 12-yə baxın deyir when you have to clean your room. Have to-nun biz dedik ki, sual inkarı do does-la verilir. Anı silirəm. When do you have to clean your room? Burada do ilə has verib. Biz dedik do-dan sonra has gəlməz. Əhsən quz. When do you have to clean your room? Bu düzdür. When you have to clean your room. Burada yenə have to-nun sualı do does-la verməliyəm. When has you to clean your room? Burada başa ardıcılıq da səhvdir. You ilə has ola bilməz. Bəli, you ilə has olmaz. Böyle. Gedirəm. Şəmsdə 11. Burada A variant. A variantında why do she have such a big teddy bear deyir. Do ilə şey olmaz, ona görə səhvdir. Bəli. B variantında has verib do does olardı. Tamamilə doğru. C variantında does she have düz verilir. Bəli. D variantında da köməkçi feilimiz yoxdur. Do does olardı. E variantında da do ilə has olmaz, həm də she ilə does olardı. Bəli, tamamilə doğrudur. Oqtaydı. Ben B. Ay oğul, qadınam de görün. Bunun arızalı köməkçi feil üstəgəl mübtədadır. Böyle de. Huda bayaqları nə dedi? Uşaqlar dedim ki, hu mübtəda funksiyasındadsa özündən sonra birbaşa əsas feil tələb edəcəkdir. Tamamlıq funksiyasındadsa özündən sonra köməkçi feil tələb edəcəkdir. Evet. Bax, sən burada dedin nəyə görə bilirəm tamamlıqda söz önü gəlibdir. İndi uşaqlar baxın buna. Aydındır ki, uşaq bunu izah edə bilməyəcək, başa düşmədən. Deyir ki, Cevap nədir orada? Mən nə dedim? axı sən izah verməlisən də. Uşaqlar baxırıq, deyir ki, who has the company to? Mən bayaqdan deyirəm ki, have has to-nun sualı inkarı uşaqlar veriləcəkdir. Dudazdan, doğrudurmu? Sonra deyir ki, who did the company have to negotiate with? Deyir ki, kimlə danışıqlar aparmalıdır şirkət? Təbii ki, B variantı doğrudur. Who-dan sonra burada köməkçi feil gəlməlidir. Çünki biz veribdir və burada tamamlıq funksiyasındadır. Aydındır ki, tamamlığa getməlisən. Yəni sənə burada mütləq köməkçi feil çatmır. Yenə uşaqlar who have to görmüşəm, yenə sual inkar dudazdan veriləcəkdir. Diddən də sonra had dərhal düşəcəkdir. Get oxu indi 9-a. Hündürdən oxu. Burada da. Buradan. Burada deməli kömək daz var, prosto vid deyə təkdədir bu. Ona Bax görə yadımda saxlayıram ki, V ilə də heç bir təqdirdə bərabər gələ bilməz. Daz yalnızca he, she, it üçün mümkündür. Sildim. Bu düzdür. Vaydan sonra mütləq köməkçi feil gəlməlidir. Dərhal sildim. Bu düzdür. Çünki Bəli, ardıcıllıq yerindədir. Vay üstə gəl, köməkçi feil, mübtəda, əsas feil. Ardıcıllıq yerindədir, götürdüm. D səhvdir, çünki V has olmur. Bəli, sildim. Burada da ardıcıllıq düzdür. Bəli, have has-in sualı inkarı dudazla veriləcəkdir. Ona görə yanlışdır. Başa düşdün? Bəli. Əbdüldə 15-i. How many pets do you have now? Uşaqlar, hamini izah edəndə dedik ki, hamini üstə gəl mübtəda, üstə gəl köməkçi feil, üstə gəl təzədən mübtəda, üstə gəl əsas feil ardıcıllığına gəl. Bəli, bəli, tamamilə doğrudur. B variantı düzdür. Bəli, tamamilə doğrudur. Doesn't you olmaz. Tamamilə doğrudur. Do you have nə olmalı? Tamamilə doğrudur. Among pets does you yenə olmaz. Tamamilə doğrudur. Əhsən quz. Getdim 16-ya. Ziyaddə. 16-ya ve has to deməli sualın do it doesn't cavabı buna görə bu olmuyor. Bu belə olmalıdır uşaqlar. Where has the adventurer gone olmalıdır. Başa düşdü? Yəni uzun sözün qısası have has participle-dan ayrılacaqdır. Araya mübtəda girəcək ki, ardıcıllıq doğru gedə bilsin. Davam elə. Onda B-də də ardıcıllıq səhvdir. Yanlışdır, sildim. C düzdür. Bəli, C variantı doğrudur. Bu elə bil ki, sənin participle, bu elə bil ki, sənin present perfect-indir də. Başa düşdük uşaqlar? Bəli. Burada V-dən sonra has gəlməli. Köməkçi feil gəlməlidir, sildin. Burada da to Has to veribdir. Təbii ki, sualı inkarı dudazla verilməlidir. Dərhal sildin. Həsəndir. 17. De. How longdan sonra köməkçi feil Bəli, gəlir. dərhal sildim. How long has
Sonra köməkçi feil, mübtəda, ondan Tamamilə sonra doğrudur. əsas Davam feil. edirəm. How long has he known Olmalıydı, about the bəli. contest? Yəni uşaqlar has known arasında mütləq mübtəda girməlidir C variantına, ona görə səhvdir. How long has he known D variantı doğrudur. How long təbii ki köməkçi feil gəlməlidir, ona görə Y variantı sildim. Rahim gəl. Bir dənə də quzum. Veya dönmem ve sonra köməkçi feil gəldiyi üçün veya has the student view. Written olmalıdır da, Bəli, düzdürmü? bəli. Ona görə sildim. Çünki hərfə sözəl participle to, bu isə sənin sadəcə keçmiş zamanında. Burada köməkçi feil verməyib ona görə. Bəli, dərhal silərəm. Veya has written burada Araya mübtəda girməlidir. Quzum, bax bir də deyirəm. Have, has, participle to-dan sual cümlələrində aralanar, araya mübtəda girər. Başa düşdük? Sildim. D-də köməkçi feil yoxdur, ona görə səhvdir. 7-də düzdür, köməkçi feildən sonra mübtəda gəlir. Başa düşdük uşaqlar testi. Dəqiq. Gedirəm. Denən, Demrad. Buradan sonra köməkçi feil gəlməlidir müəllimə. Aha, uşaqlar, indi bax burada bax belədir. Who bayaqları mən dedim ki, who cümlədə mübtəda funksiyasındadır. Mübtəda funksiyasındadsa, bu zaman who-dan sonra yalnızca do did does gələ bilməz və have, has, to be gələ bilər. Lakin gələn have-həzə fikir ver ki, mütləq has olsun, have ola bilməz. Çünki who üçün şəxsin təkini ifadə edir, yəni odur o və o yalnızca has qəbul edər. İndi burada mübtəda olduğuna görə uşaqlar haslə let təbii ki aralanmaz və araya da mübtəda girməz. Başa düşdük? Deyir ki, who has led the group through the wilderness during the operation. Deyir ki, qrupu kim idarə edirdi? Başa düşdük? A variantı doğrudur. Burada B variantında who is leading olardı. Who has led olardı uşaqlar. Çünki bax qaydasız feil də axı. Lead, led və leddir. Düzdür? Yadımıza düşdü bu qaydasız feil. D-də nə problemdir? Who led the group has burada nə gəzir? Yəni leddən sonra has gələ bilməz. Who has the group təbii ki yenə də haslə led gələ bilməz. Yəni bu led olmalıydı. Yəni have, has əgər present perfect veribsə participle to-yun ledə getməlidir. Ledə gedə bilməz. Əlbəttə ki, led olsaydı düz idi. Gedirəm. Sadiq deyir. Sadiq. Sadiq. Bura baxaraqdan deyir. Why did the soldier want to? Hündürdən oxuyaq oğlum. Why did the soldier went without proper equipment? Did görmüsən, vent görmüsən. Dərhal düşəcək. Vent nəyə çevriləcək uşaqlar diddən sonra? İndiki zamana. Aha. Why the soldier has gone without? Why-dan sonra nə gəlməlidir Sadiq? Köməkçi. Köməkçi feil dərhal silərəm. And why bu düzdür? Yox, diddən sonra go gedir, qan gələ bilməz. Qanın gəlməsi üçün qabağında mütləq ki Go. have been, has been, have has gəlməlidir. Yəni present perfect, past perfect gəlməlidir ki verəsən. Why has the soldier go without? Has go ifadəsi tamamilə yanlışdır qızım. Qan olmalıdır. Present perfect də gedibdir. Why has the soldier gone? Y variantı doğru olacaqdır. Aydındır ki uşaqlar, yağda problemlərimiz var. Düzdür? Nədən? Sual cümlələr. Nigardə, hündürdə. Çünki necə olmalıydı? Ay yox, qızım, who sis olmalıdır. Kim görür deyir. Uşaqlar, bir də deyirəm, who mübtədadır. Mübtədası nə gəlməlidir? Feil gəlməlidir, əsas feil. Əsas feil də indiki zamanda nədə olmalıdır? Təkdə olmalıdır. Başa düşdük? D variantında didlə so birlikdə işlənə bilməz. C variantında has so olmaz. Sin olmalıydı da, çünki düzdür. D variantı who sin olmaz. Köməkçi feil gəlməliydi. Y variantı doğru. Bəli. Vivi sözündə dərhal tərcüməsini alın burada görmüşkən. Rəngli, bəli, rəngli, colorful, bright, nə bilim, canlı, alive kimi tərcümə olunur. Gedirəm 27-yə. Nəzrində hündürdən amma. How long did she now? Now olmaz burada. Niyə? Bəli, yəni had she known olmalıdır. Ona görə sildin. How long has she known about the time? Doğru olacaqdı əlbəttə ki. Bəli. Uşaqlar baxın, how long üstəgəl köməkçi feil, üstəgəl mübtəda, üstəgəl əsas feil ardıcılığı yerindədir. Başa düşdük? Yadımda bir də saxlayıram ki, how long əsasən present perfect istifadə olunur. Hansı zamanda istifadə olunur uşaqlar? Bəli. Davam edək. C-də new yazılıb. Nan olmalıydı, sildim. D-də has əvvəldə olmalıdır. Bəli, tamamilə doğrudur. Y-də köməkçi
Bəli, tamamilə doğrudur. Getdim. Denən qızım, Mədinədir. 28-də what has he leaded? Burada 28-də Sən zaten leadeddən dərhal çıxmasan. Uşaqlar, leadin keçmiş zamanı leddir. Nədir leadin keçmiş zamanı? Led. Dərhal buradan silməlisən. Davam elə. what has led him to Uşaqlar, have-hasdən sonra led gəlməli idi. Bəli, dərhal sildin. what did lead? Mən bu da səhvdir çünki diddən sonra led Gələ bilməz. Bəli. What has led him to Uşaqlar, indi isə deyir ki, onu nə sürüklədi ki, o belə bir çətinlikdə iştirak eləsin. Onu buna nə sürüklədi? Yəni bu D variantı doğrudur. Baxın uşaqlar, what bayaqlara dedim, who-dan və what-dan sonra. Əgər ki mübtədadırlarsa, mübtəda bu zaman have, yəni has və bir də ki is, yəni to do gələ bilməz, amma to be ilə to have gələr. To be ilə to have də yalnızca üçün şəxsin təkində gələr. Başa düşək necə olacaqdır? Yəni, məsəl üçün have gəlməz, has gəlməlidir. Çünki deyir ki, nə sürüklədi? O sürüklədi, o. O da üçün şəxsin təki deyil. O səbəbdən də sən bunu yalnızca tək verə bilərsən mübtəda funksiyasında. Bəs niyə olmadı? Çünki didinə, uşaqlar bir də yadında qeyd apar. Köməkçi feildən sonra heç vaxt əsas feil gəlməz. Araya mütləq mübtəda girər. Lakin who ilə what mübtəda funksiyasında istisna olmaqla bəli. Bayaqdan çünki deyirik. Who has led. Düzdür uşaqlar? Bəli. Aha. Bununla qutdan. Eyni olmadı. Necə? Eyni olmadı. Bax, çünki köməkçi feildən sonra əsas feil ardıcılığı mümkün deyil. Gedirəm 29-a, Nərmində 29 quzum. Bundan sonra köməkçi feil gəlməli. How-dan sonra mütləq köməkçi feil gəlməlidir. Tamamilə doğrudur, sildim. How has burada isim gəlməli. Mübtəda girməlidir araya, yəni bu mübtəda ekstrem vəzir girməlidir bu araya ki, doğru olsun. How-dan sonra köməkçi feil gəlməli. Tamamilə doğrudur, sildim. How did the extreme affected? Burada effekt olmalı idi. Tamamilə doğrudur. How has the extreme weather affected the bu doğrudur. Tamamilə doğrudur. Aydan de. 36 deyir ki, Hündürdən qızım. Avayətdə who does has the case to the. Yəni burada avayət keti doesn't has olmaz. Aha. Avayətdə who has the case to the classroom. Yəni burada does olmalı. Bəli, does have olmalıdır, ona görə sildim. C-də də Bəli, tamamilə doğrudur. D-də də ki who do. Do-dan sonra has gəlməz. Burada da uşaqlar has got olmalıdır. Yəni bu testdə doğru cavab yoxdur. Başa düşdük? Bəli, bu testdə doğru cavab yoxdur. Who has got the keys to the classroom olmalıydı. Üçün şəxsin təkini ifadə edir. Gedirəm 35-ə. Getdin qızım, de. Ama okundan sonra köməkçi feillər. Hesab. Köməkçi feillər də olmalıydı. Bəli, sildim. Ama okun bu şey has bununla has gəlməz, ona görə. Tamamilə doğrudur. C-də də does'la has gəlməz, ona görə də təb olmalı. Bəli. D-də köməkçi feilim yox. Həssu görmüsən, dudasını istifadə edəcəksən. Yeni düz götürürəm, does'la has gəlir. Bəli, tamamilə doğrudur. Orada kim var? De Nəsibə. Burada avariyalardan do you have lesson? Do you have doğrudur bu. Bəli, A variantını doğru götürdüm. When do you have bununla has olmaz yanlışdır. Sildim. When do you have a music? Burada do əvvəldə gəlməlidir, you almadan. Bəli, tamamilə doğrudur. When have you? Burada köməkçi feil yoxdur. Have has-in sualı inkarı qızım dudazla düzəlir. Have has-in sualı dudazla düzəlir. Ona görə olmalıdır. When does you have? Burada da You ilə does ola bilməz. Düzdür? Ziyaddır. What does not have bu olmaz. Niyə bala elə bu düzdür də? Bu ilə Bax bala, would üstə gəl mübtəda, üstə gəl köməkçi feil, üstə gəl he, üstə gəl have də. Would does he have. Hi ilə daz olardı. Bəli, əlbəttə ki. Would-dan da sonra which funksiyasında da isimdir, köməkçi feildir, mübtədadır, təzədən xəbərdardıcılıq yerindədir. Would does he də daz olacaq, sildim.
Həzin sualı dudazla verilir, sildim. Köməkçi feilin yoxdur, sildim. Dazdan da sonra həz gəlməz, sildim. Gedin də 22, 32-dir. With whom you have to stay. Having Ay oğul, mən bayaqları whom izah eləyəndə dedim ki, uşaqlar, baxın, when, where, whom, nə bilim, which deyirəm, how, why, how long, how often. Bu köməkçi, bu sual əvəzliklərindən sonra dərhal köməkçi feil gəlməlidir. Köməkçi feilin yoxdur, dərhal silməlisən bu səbəbdən. Növbəti. sonra didlə had işlənməz. Sildim. Burada had gəldi. Ay oğul, qadınam, köməkçi feilin yoxdur. Hadi mən onu deyirəm də, had gəldi. Köməkçi feil lazım. Deyildi. De düzdür. De düzdür. Burada da ki uşaqlar yenə həftun sualı inkarı dudazla düzəlir. Düzdür. Ziyaddan belə. Who have on the İndi izah elədim bunu. Müəllimə, siz dediniz köməkçi feil gəlməlidir mütləq. Ora bu aid yoxsa? Əgər orada mübtəda funksiyasındadırsa, ya əsas feil gələr, ya köməkçi feil. Lakin köməkçi feildən do did does gələ bilməz mübtədadırsa. To be gələr, to have gələr. O da üçüncü şəxsin təkinə gedər. Yəni izə voza həzə gedər. İndiki zamandadırsa və ya keçmiş zamandadırsa. Deyildi. Burada nöqtədadır. Having sualı do did doesn't ona görə bu olmur. Sən bayaqdan qulaq asmırsan da. Oqtaydı. Amma heç nə yoxdur ortalıqda. Oqtaydı. Anı yəni baxın. Uşaqlar bax, who, kim, Deyirəm. o. Deyildi. Hə, odur deyə have olmur, has olmalıdır. Bəli, mübtəda funksiyasındadır çünki. Anı çıxır, senin də çıxır çünki köməkçi feil gəlməlidir birinci. Forgotten olmalıdır. Has gəlib doğrudur. Forgotten Seni gəlməlidir. dedim mən. Çıxır. Beni niyə buraxdın ki? İndi birinci çıxım sonra şey deyərəm də arada qaldıqlarına baxaram. C-ni niyə çıxdın? Çünki köməkçi feil olmalıdır. Forgets olmalıydı sadəcə. Mübtəda funksiyasındadır. Birbaşa feil gələ bilər. Sadəcə s qəbul eləməlidir. istisna Təkər da getməlidir. Baxmayın. İstisna deyil. Nədir bəs? Bir də deyirəm uşaqlar, bir də deyirəm bax bu who və what. Mübtədadır. Yəni kim və nə sualına cavab verir, düzdürmü? Bu zaman özündən sonra ya əsas feil tələb edər və əgər o indiki zamandasa həmin əsas feili s qəbul edər. Deyir ki, who forgets? Kim unudur? Başa düşdün? Yox, əgər köməkçi feil tələb eləsə, olacaqdır to be, to have. Lakin have-də yalnızca həzi qəbul edəcəkdir. Bir-də isə yalnızca izi, bir də vozu qəbul edəcəkdir. Yəni təki ifadə edəcəkdir. Çünki who üçüncü şəxsin təkin göstərir. Kim? O. Onlar deyə bilmirəm. Başa düşdük? Ona görə də forgets olardı. D variantı doğrudur. Who did forget, who forgot olmalıydı. Çünki mübtədadır. B də Forgotten olmalıdır. Uşaqlar, həfə sögət partisiple to ardıcılığını unutmuşuq da, düzdür? Və niyə sual versən? Denən Oqtay. Burada C olmaz, B olmaz. Ay oğul, başdan başla ardıcıl fikrini ora-bura qarışdırma. Deməli, who did read? Bu dəqiqə Who mübtəda funksiyasındadır. Mübtədadan sonra köməkçi feil olaraq do did does gələ bilməz. Olmalıydı who read. Bayaqda gəlmədi. Eyni testdir. Tam olaraq aynısının tıpkısıdır. Eyni testdir. E-də niyə çıxdı? Çünki mübtəda da did gələ bilməz. Forgot olmalıydı. Hə. Burada da həmin şeydir. Deyir kim oxudu? Ona görə did gəlməz. Və yaxud da ki who has olardı. O ümumiyyətlə həftənin sualı inkar do did does-dan üzəlir. Who has read olardı. Who has read doğrudur. Does ola bilməz çünki mübtədadır kim oxudu. Əgər yaxşı sən çaşırsansa tərcümə elə. Əziyyət çək tərcümə elə. Çünki burada söz önü verməyib uşaqlar, sənin tərcümədən başqa əlacın yoxdur. Şimdi bir dənə sual. Deməli, who ilə what-dan sonra əsas feil gəlir. Bəli. Yəni did gəlir də. Gələr, amma tamamlıq olarsa. Yəni kim ilə, nə ilə olarsa. Başa düşdük?
gedirəm. Denən Şəms. Burada who does she has olmazdı səhvdir. B variantında has to does'dan dönərdi getdi. C variantında does she have to düzdür. Götürürük. Burada uşaqlar sırf tamamlıq funksiyasında deyir ki, o kimi inandırmaq məcburiyyətində idi. Kimi inandırmaq məcburiyyətində idi. Yəni kimidir, düzdürmü? Who does she have to persuade? Başa düşdü. Ona görə do did does rahatlıqla gəlibdi və does'dan da sonra have veribdi. D variantında köməkçi feilimiz yoxdur deyə səhvdir. Y variantında does she olardı. Bəli. Deyim. Denən. What kind of elə bil burada isim gəlməlidir də bir dəfəlik. Böyle İsim, gəlibdi. sonra feil, sonra isim. Əslən qus tamamilə doğrudur. Sonra da əsas What kind feil. of conversation do they had during Ola bilməz. Do they have olardı da. Çünki do-dan sonra yalnızca have mümkündür. Düzdür? What kind of conversation did they have? Mən didlə have olmaz. Niyə bağlı? Diddən sonra ay balam deyirəm ki, qulaq as qadan alım. Deyir ki, they had a conversation. Onların söhbətləri oldu. Sual verirəm. Did they have any conversation? İnkara gedirəm. They didn't have any conversation. Valla həmin Siz şeydir. hədi şey görürsünüz, D-yə görə. Hı? Birincidə hədi nəyə Yox, görə? dudan sonra had gəlməz. Dudan sonra yalnız have Bildim gəlir. mən. Bəli. Diddən də sonra have gələr. Bildim mən. What kind of conversation Z-yə görə də azı silərsən. What conversation did they have olardı? Çünki had-in sual inkarı didlə verilir, sildin. Və do they have olardı? Çünki have-in də sual inkarı do-dan verilir. Başa düşdün? Bəli. De Murad. Who does she has? Vay. 39. 39. Why do students have to responsible? Bu düzdür elə. Why do students have to be? Bəli, A variantı doğrudur. Mən Uşaqlar B-də köməkçi feilin yoxdur. Students Student cəmdə də ona yerə Does gələ bilməz. Aha, does gələ bilməz, Has olmaz. to yox, have to olmalıydı. Bəli, yəni Why- dudan sonra uşaqlar heç bir təqdirdə had və ya has gələ bilməz. Aydındır? Have to da maslı. Dudan sonra nə gələ bilər? Yalnızca have gələ bilər. Have to da maslı ekvivalentidir. Ona görə do did does olmalıydı. Sualın çarpı yerdə olmuş. Yəni. Getdim. Denən Əbdüldə. Hündürdən oxu oğlum. What impression did he have after the... Düzdür bu. Bəli, A variantını doğru götürəcəm uşaqlar. Çünki diddən sonra have olacaqdır, has gələ bilməz. Başa düşdük uşaqlar? What impression does he have olmalıydı, sildim. What impression did he have olmalıydı, sildim. What impression does he have olmalıydı, sildim. What impression did he have olmalıydı, sildim. Yəni uzun sözün qısası have, has, had-i gördünmü? Bil ki, bunun sualı inkarı do did does'dan düzəlir uşaqlar. Bu have, has, söhbət participle to deyil. Yəni bu present perfect deyil ki, sən qayıdıb sualı inkarı özü ilə verəsən. Bu have, has, had əsas feildir. Yəni sualı inkarı mütləq do did does'dan veriləsidir. Başa düşdük? De 41 qızım. Deyir, when does we have to submit our final decision? We ilə does verib səhvdir, we ilə olmalıydı. When do we have to submit our final decision düzdür. When have we to? Burada ardıcılıq səhvdir. Do verməyib, köməkçi feil yox. When we have to submit our final decision. Burada da köməkçi feil yoxdur. When do we has? Do ilə has verib səhvdir. Bəli, B variantı tamamilə doğrudur. Nərmin getdik. Has John his Spanish? Burada köməkçi feil yoxdur. Does John have olmalıydı, sildim. How often does John has? Burada doğru. Yox, have olmalı. Does'dan sonra have gələr, has gəlməz. Does have olmalıydı burada. Qızım bax, burada deyir Yox, ki, ikisi John has has his. olmalıydı. Ay qızım, have-has'in sualı inkarı do does'dan düzəlir. Olmalıydı, doesn't he. Başa düşdük? Uşaqlar, nə ilə düzəlir have-has'in sualı inkarı? Do does'dan. Doesn't he olmalıydı. Get. Does John have his Spanish olmalıydı? Bu doğrudur. Does John have olmalıydı? Bəli, ona görə yanlışdır. Get qızım. Burada deyir, did Jane had a nice dress on? Mən burada səhvdə diddən sonra had gəlməz. Bəli, diddən sonra had gəlməz. Jane had a nice dress on, didn't she? Bu düzdür. Tamamilə doğrudur uşaqlar. Baxın, bu elə bil ki, çünki hadin sualı inkarı dillə verilir. Təsdiqdədir, tək question'dur. Gedəcək inkara nə problem var ki? Başa düşdük uşaqlar. Dedi Jane had a nice dress on. Burada mən ikisi təsdiqdə. Qızım, didn't she olmalıydı. Dedi who did had a, mən burada diddən sonra had gəlməz. Dedi də what kind of diddən sonra had gəlməz. Bəli, tamamilə doğrudur. Getdim də qızım.
Hündürdə. Julia has coffee every morning. Has she? Bu da doesn't olmalıydı. Doesn't she olmalıydı. Julia has coffee every morning. Doesn't she? B düzdür. How many cups of coffee Julia has every morning? Burada küməsi feilini görmürəm. Does Julia have olmalıydı, ona görə sildin. B'də how often Julia has coffee. Burada da yine doesn't olmalıydı. Ona görə. How often does Julia have olmalıydı? Y'dəki does Julia has olmaz, have olmalıydı. Böyle. Getdim əliyə. De Nəsibə. Did she have olmalıydı kızım, ona görə yanlışdı. Uşaqlar, problemimiz var. Odur ki, biz izah edirik, siz baxmırsınız. Fikriniz başqa yerdədir. Yəni, uşaqlar, sən buna bax ki, örgən də. Örgəndi. Şeye baxıram da. Nəyə? Karıştırdım ona baxıram. Qeydlərlə bax. Denə. B'de who did she have it coffee? Burada B variantı düzdür əlbəttə ki. Bəli. Who did she have olmalıydı? Who does she have olmalıydı? Və who did she have olmalıydı? Oqtay Əlik. Hadi şey. Deməli burada demişdim də. A düzdür. Bəli. B'də have Həzin sual inkarı, dudazdan düzəlir, sildin. Deməli burada doesn't leaders olmalı. Bəli, diriş cəmdədir, du olmadı, sildin. Burada da arıcılıq düz deyil. Həv həzin sual inkarı, dudazdan düzəlir, ona görə yanlışdır. Burada da have olmalıydı. Diddən sonra, bəli, eynən. 57 Ziyad. How many dogs did she have bu düzdür. Bəli. Haminin üstəgəl uşaqlar isim cəm, üstəgəl köməkçi və üstəgəl müftədə, üstəgəl əsas feildir. Götürdüm. How many dogs does she have olardı sildim. How many dogs did she have olardı sildim. How many dogs did she have olardı sildim. How many dogs did she have before making? Bir dəqiqə. How many dogs did she have before making? Y variantı düzdür. Dogs cəmdə olmalıydı. Bəli, uşaqlar, bəli, doğrudur, üzülürsən. Mən alışdım bayaqdan dogs dedi. Görsüz, yəni burada çaşqınlıq yaradır insanda. Həsən də 56-nı. 56. Testə bax. What challenges did the team has to overcome during? Ay oğul, niyə axıra qədər oxuyursan? İndi dedi yaxı, diddən sonra həz gəlməz. Həz gəlməz. Davam elə. Mən burada köməkçi feil yoxdur da. Bəli, what challenges did olmalıdır, sildin. What challenges did the team have to overcome? Didlə have gələr. Mən bu düzdür. Bəli. Duda nə problem var? Duda does the team. Mən does-dan had olmaz. Olmaz. Yedə. Y'də had to overcome. Həddin sual inkarı Didlə olacaq. fikrin heç məndə deyildi. Buradaydı, bu qulaq. Rahimdi. Səni döyəcəm, onu da biləsən. Rahimdi. Mən buradan vaydan sonra köməkçi feil gəlməlidir. Du həzz verib səhvdir mənə həv olmalı. Uşaqlar, biz bunu bayaq dedik də elə bil ki, düzdür. Yoxsa demədik. Hə, demədik. Why do professionals have to olmalıdır, sildim. B-də köməkçi feil yapılan Eynən. C düzdür. Yox, cəmdədir, amma dazla veribdir, sildin. D-də də köməkçi feil yapılan görə səhvdir. Y-də də cəmdədir, du verib və həv düzdür. Tu ardıcıllığı tamamilə doğrudur. Deyim mi? De oğlum. Why do professionals have to maintain confidence? 54'dür. 54. What kind of emotional support has she during the recovery? Bu düzdür müəlliməm. Hər şeyin sualı inkarı dudasına söyləyir. Bayaqdan milyard dəfə dedik artıq. Bəli. What kind of emotional support did she have? Had olmalıydı da burada. Düzdür müəllimə, bəli. Diddən sonra had həvə çevrilər. What kind of support she had during recovery? Mən burada səhv deyir. Köməkçi feil gəlməlidir. Did she have olmalıydı, sildin. What kind of emotional support did she had olmalıydı? Diddən sonra heç vaxtı həz gələ bilməz, Had sildin. olmalıydı. What kind of emotional support Have olmalıydı. does she have yox? What kind of emotional support does she had yox, have olmalıdır ki, doğrulusun. Sadiq de. When the science Hündürdən oxu oğlum, quzum.
Yəni bu düzdür. When do the scientists usually have access? Bəli, uşaqlar, A variantı doğrudur. B-də nə problem Yəni var? B-də has olmalı. Do-dan sonra has gəlməz. Yəni burada köməkçi fe'l yoxdur. B-də. Bəli, sildim. Orada does olmamalıydı. İsim cəmdədir, does çevriləcəkdir do-ya. Yedədə ki, ismi tək veribdir. When does the scientist olmalıdır. Düzdür quzum? Bəli. O səbəbdən problem var. Saat neçə oldu? Hələ var bunlar. 7 dəqiqə. Uşaqlar. Cəmaat 7 dəqiqə nasıl çıxıb gəlir? 60-a qədər gedək, yaxşımı? Denən Nigar. Bəli, birdən sonra həz gəlməz. Buradan sonra bu köməkçi fe'l. Ya da əsas feil gəlməlidir, ona görə sildim. Who has, we has, we olmalı. Bəli. We have to olur. Bəli. 7'də do ilə has olur. Bəli, tamamilə doğrudur. Nəzrin getdi quzu de. Bəli, employee təkdə uşaqlar does olmalıdır. Sildim. Bəli, tamamilə doğrudur. Tamamilə doğrudur. Həfəzin sual inkarı dudasını söylə. Tamamilə doğrudur və bəli, tamamilə doğrudur. Mədnədir. Burada dudaz yoxdur. Vaydan sonra köməkçi feil yoxdur. Sildim. Dudan sonra həz gəlməz. Həv gələr, həv. Bəli, C-də dazla həz verib. Dazdan sonra həz gəlməz. Həftənin sualı dudazla. Vaydan sonra bir taxt nə gəlməlidir? Köməkçi feil gəlməlidir. Ona görə doğru variantın Y oldu. Uşaqlar tatıb 60-a qədər getdik. Düşünürəm ki 60-a qədər getdik, izah elədiksə inşallah 60-dan sonra da aydın olmuş olar. Evdə tamamlaya bilərsiniz. Doğrudur? Bəli, baş üstə.